Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Baku TV-nin efirində idman xəbərlərini izləyirsiniz. UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda İtaliyada baş tutacaq Napoli-Qarabağ maçına hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Polşalı söz sahibi Şimon Marçinyak idarə edəcək. Ona Tomasz Liskiewicz və Adam Kupsik kömək edəcəklər. 4-cü hakim funksiyasını Wojciech Mik yerinə yetirəcək. VAR hakimi Niderlandlı Paul van Bokel, AVAR hakimi Xorvatiyalı Ivan Bebek olacaq. Polşalı hakim daha əvvəl qitənin 1 nömrəli klub turnirində 58 maç idarə edib. FIFA referisi indiyədək Azərbaycan millisinin və köhlənatların Avrokubok qarşılaşmalarında da iş başında olub. 44 yaşlı ədalət təmsilçisi 2012-ci ildə Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin Portuqaliya-Azərbaycan görüşünə təyinat alıb. O, 2013-cü ildə isə Qarabağın UEFA Avropa Liqasının play-off mərhələsindəki məğlubiyyətinə şahidlik edib. Marçinyak hazırki ölkə çempionunun həmin vaxt Almaniyanın Eintracht kollektivinə uduzduğu oyunu idarə edib. Polşalı hakim Avropa və Dünya çempionatlarının hərəsində 5 qarşılaşmada söz sahibi olub. Təcrübəli hakim bir dəfə UEFA Super Kuboku, 5 dəfə klublar arası Dünya çempionatının oyunlarına təyinat alıb. Qeyd edək ki, Napoli-Qarabağ maçı noyabrın 25-də Stadio Diego Armando Maradona stadionunda saat 00-da start götürəcək. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Yüksələn Ulduzlar Karate turniri keçirilib. Yarışda ölkənin müxtəlif klublarını təmsil edən 600-dən artıq uşaq, yeniyetmə və gənc karateçi iştirak edib. Gördüyünüz kimi burada yeniyetmə, gənclər və təbii ki, bizim gələcəyimiz üçün olan faydalı bir yarışdır. Çünki qeyd eləmək istərdim ki, elə bu yarışları biz elə bu məqsədlə keçiririk ki, bu idmançılarımız gələcəkdə bizi beynəlxalq yarışlarda təmsil eləyə bilsin. Bu yaşlarda artıq karatenin sirlərini öyrənən gənclərimiz, yeniyetmələrimiz inanıram ki, gələcəkdə nəinki idmançı kimi, bir insan kimi də düzgün formalaşır. Bugün Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə Yüksələn Ulduzlar Karate turniri keçirilir. Bu turnir uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilir. Ənənəvi karate üslubu olan Fudokan üzrədir. Bu turnirdə hal-hazırda 700-ə yaxın uşaq, yeniyetmə və gənc öz güclərini 2 liqa üzrə sınayır. 1-ci liqa və 2-ci liqa. 1-ci liqada yarışan idmançılar peşəkar idmançılardır. 2-ci liqada nisbətən həvəskar idmançılardır. Bu cür yarışları əsas təşkil etməyimizdə səbəb klublar arasında, üslublar arasında, eyni zamanda idmançılar arasında sağlam rəqabəti formalaşdırmaq, sağlam rəqabət mühiti yaratmaq və idmançıları dünya arenalarına, beynəlxalq yarışlarına hazırlamaqdır. Hesab edirəm ki, yarış çox yüksək səviyyədə təşkil olunub və hesab edirəm ki, bu cürə yarışa 700-dən çox idmançı qatılıb. 700-dən çox idmançının qatılması o deməkdir ki, yarışda nəticə əldə etmək çox çətindir. Ona görə hesab edirəm ki, bu bizim üçün böyük bir təkandır, böyük bir inkişaf prosesidir. Qeyd edək ki, yarışın sonunda qalib və mükafatçılar Azərbaycan Karate Federasiyasının təsis etdiyi xüsusi medal və diplomlarla, komanda üzrə fərqlənən idmançılar isə kəmərlərlə təltif olunublar. Milanın baş məşqçisi Massimiliano Allegri İtaliya təmsilçisində 100-cü qələbəsini qazanıb. Bu, 12-ci turda Inter üzərində qələbə sayəsində reallaşıb. 58 yaşlı mütəxəssis Milanda bütün turnirlərdə ən azı 100 oyunda qələbə qazanan 7-ci məşqçi olub. Daha əvvəl bu həddə Carlo Ancelotti, Nereo Rocco, Fabio Capello, Stefano Pioli, Nils Liedholm və Arrigo Sacchi çatmışdı. Qeyd edək ki, Allegri bu ilin mayından Milana rəhbərlik etməyə başlayıb. O, daha əvvəl 2010-2014-cü illərdə də bu klubda çalışıb. Liverpool PSG-nin yarım müdafiəçisi Joao Neves'i transfer etmək niyyətindədir. Merseyside klubu 21 yaşlı futbolçunu 160 milyon avroya almağı nəzərdən keçirir. Bu keçid Liverpool tarixində ən bahalı transfer ola bilər.
Neveş cari mövsümdə PSG-nin ən məhsuldar oyuncusu kimi fərqlənir. O, Fransa Liga 1 və UEFA Çempionlar Liqasında keçirdiyi 9 oyunda 6 gol vurub və Parislilərin hücum xəttinin aparıcı fiqurlarından birinə çevrilib. Portuqaliyalı yarım müdafiəçinin PSG ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir. İdman xəbərlərini izlədiniz. Sağ olun, salamat qalın.